Başlanğıcım həqiqətən də mənim ailəmdə güləşə bir sevgi var idi və biz uşaq olarkən həmişə atam bizi, qohumlar bizə yığışarkən öz qohumlarımızla güləşdirirdi. Güləşə həvəs burdan yaranıbdı. Gürcüstanda, Manis rayonunda anadan olmuşam, amma böyük başa çatmışam Bakıda, Azərbaycanda böyük başa çatmışam. Və güləşə ilk gedişim də o məqsədlə olub ki, atam məni bir də güləşdirəndə mən o güləşlərdən qalib ayrılıb. O niyyətlə güləşə getmişəm. Güləşə getmək məqsədim söylədiyim kimi, atam məni güləşdirəndə mən rəqiblərimi uda bilim. O məqsədlə getmişəm. Ancaq 10 yaşında bir oğlan uşağı güləşə gedir və çempion olmaq barəsində ümumiyyətcə fikirləşmirdi. Sadəcə müəyyən vaxtlar keçəndən sonra, illər keçəndən sonra artıq heç özüm də bilmədən bu idmanı professionalcasına sevməli oldum və məşğul olmalı oldum. Ondan sonra artıq məndə çempion olmaq arzuları yarandı.